ABC düzbucaqlı üçbucağının AB hipotenuzu üzərində D nöqtəsi qeyd olunmuşdur. CD DB-yə bərabərdir. AD 10, AC 12 olarsa CB katetin uzunluğunu tapın. Burada CDB bərabər yanlış bucaq olduğu üçün bu bucağa əgər alfa götürsək, bu bucaq da alfa olmalıdır. Digər tərəfdən birlikdə 90 dərəcə verdiyi üçün bu bucaq betadır. Və burada B bucağı alfadırsa, A bucağı da beta olacaqdır. Çünki alfa plus beta 90 dərəcə verir və düzbucaqlı üçbucağında 2 iti bucağının cəmi 90 olmalıdır. Buradan alınır ki, deməli ADC üçbucağı da bərabər yanlı üçbucaqdır. Yəni AD də DC-yə bərabərdir. Deməli bu hissədə də biz 10 alırıq. Və 10, 10, burada 10 olduğu üçün hipotenuz bizə verir 20. Əgər biz hipotenuzu və katetlərdən birini biliriksə, avtomatik olaraq digər kateti tapa bilərik. Pifaqor teoremi tətbiq etməklə. Yəni 20-nin kvadratı çıxılsın 12-nin kvadratı bərabərdir 400 çıxılsın 144. 256 eləyir. Bu isə 16-nın kvadratı deməkdir. Deməli, CB kateti və ya BC kateti 16-ya bərabərdir.